Bu yemiş Özbək sortudur, Səlyan'da yetişib. Bu biraz böyük olar. Mən bundan götürəcəm. Bu da Özbək sortudur. Bir də çaylı sortu var burada. Çaylı sortu. Deyirlər bu ən dadlı yemişdir. Neyse bu yemişlərdən bir dənə biz geçen bir şey hazırlayaq. Nə hazırlaya bilərik biz bundan? Kommentlərdə yazarsınız. Siz nə hazırlayırsınız belə yemişlərdən? Siz öz fikirlərinizi kommentlərdə yazmağı unutmayın. Biz də başlayaq işimizə. Özbək yemişimizi iki yerə bölürük, içini qaşıq yardımıyla çıxarıb atırıq və dekor qaşığı vasitəsilə də bu cür toplar düzəlib bir qaba yerləşdiririk. Çaylı yemişini də eyni qaydada kəsirik və içini qaşıq yardımıyla çıxarıb atırıq. Dekor qaşığı ilə də yumru kürəciklər çıxarıb bir kənara qoyuruq. Yəni bu arada onu demək istəyirəm ki, dekor qaşığını tort ləvazimatları satılan dükandan əldə eləyə bilərsiniz. Yemişə ləzzət qatan nədir? Təbii ki, pendir. Pendirlərimizi də kub şəklində doğrayırıq. Blenderimiza nanəni əlavə edirik. Üzərinə zeytun yağını gəzdiririk. Limon suyu da olmazın olmaz. Duz, istiot da əlavə edib blenderimizi qarışdırırıq. Növbəti etapda nane sosumuzu süzgəcdən keçiririk. Növbə çatdı təqdimata. Təqdimat zamanı yemişlərimizi boşqabımıza əlavə edirik. Daha sonra pendirlərimizi əlavə edirik. Nane yarpaqlarını da boşqabımıza əlavə etdikdən sonra yemişlərin üzərinə nane sosunu gəzdiririk. Yemiş, nane sosu və pendir üçü bir arada bir kompozisiyada ağızda ləzzət bombası kimi partlayacaq desək, yanılmarıq. Mən iki cür təqdimatda hazırladım. Uşaqlar da yaddan çıxardı bilməzdim. Çünki uşaqlar çöpdə olan meyvələri daha ləzzətlə yeyirlər. Deyir, dad 50 baldır. Amma boşqab o da 50 baldır. İkisi bir yerdə olur 100 bal. Özüm hazırlamışam deyə tərifləməyəcəm. Nələ ki, yağım, qəşəngdir. Tadı da əladır, möhtəşəmdir. Yoxlaya bilərsiniz.